FOMO səni necə səssizcə idarə edir? Bəzən heç bir şey etmədiyin halda yorğun hiss edirsən. Amma əslində sən yorulmursan. Sən müqayisə olunursan. Telefonunu açırsan, kimlərsə Dubaydadır, kimlərsə yeni maşın alıb, kimlərsə uğur hekayəsi yazır. Və sən sadəcə baxırsan. FOMO. Bu hissin bir adı var. FOMO, yəni nəyisə qaçırma qorxusu. Gecə saat 2, sən yatmaq istəyirsən, amma telefon əlindən düşmür. Scroll edirsən, bir video, bir story, bir post və hər biri sənə eyni şey deyir. Sən geri qalırsan. Amma maraqlısı nədir bilirsən? Heç kim öz pis gününü paylaşmır. Kiminsə uğurunu görürsən, amma arxasındakı stresi yox. Kiminsə gülüşünü görürsən, amma ağladığı gecələri yox. FOMO səni yavaş-yavaş dəyişir. Səni öz həyatından narazı edir. Sən artıq öz həyatını yaşamırsan. Başqalarının həyatını izləyirsən. Ən təhlükəsi isə budur ki, sən öz ritmini itirirsən. Həqiqət budur. Sən əslində heç nəyə qaçırmırsan. Hər kəsin vaxtı fərqlidir. Biri 20 yaşında qazanır, biri 30 yaşında, biri isə ümumiyyətlə fərqli yol seçir. Sənin yolun yalnız sənə məxsusdur. Bir gün oyanacaqsan və anlayacaqsan ki, başqalarına baxmaqla keçirdiyin vaxt sənin həyatından gedib və ən acısı o vaxt heç vaxt geri qayıtmayacaq. Telefonu kənara qoy. Bir dəfə də öz həyatına bax. Bəlkə də sən düşündüyündən daha yaxşı yerdəsən. Əgər sən də bəzən belə hiss edirsənsə, yadında saxla, sən tək deyilsən. Mənim əziz trader dostum, sən ekrana baxırsan, qrafiklər hərəkət edir. Şamlar bir-birinin ardınca qalxır və sən sadəcə izləyirsən. Bir entry var idi, amma sən qaçırdın. İndi isə bazar sanki səni çağırır, gəl deyə. Biraz da qalxır, ürəyin sürətlənir. Düşünürsən ki, bəlkə indi girim, amma planda bu entry yoxdur. Yenə də gözləyirsən. Sonra birdən daha sürətli şəkildə qrafik qalxmağa davam edir. Sosial mediada hamı yazır. Mən bu trendi tutdum, bu trade mənə pul qazandırdı və sən artıq sakit deyilsən. İçində bir səs deyir, hamı qazanır, sən niyə yox? Bir də belə şans gəlməyəcək. İndi girməsən, gec olacaq. Və sən girirsən, plansız, strategiyasız, sadəcə qorxu ilə. İlk saniyələr profitdəsən, hətta özünə deyirsən, gördün, düz qərar verdin. Amma bazar sənin düşündüyün kimi işləmir. Dayanır, sakitləşir, sonra isə əksinə dönür. Qrafik aşağı inir. Sən gözləyirsən, bəlkə geri dönər deyə. Amma dönmür. Stop loss vurur, trade bağlanır və sən sükutla peşman olursan. Və anlayırsan, bu trade analizə görə deyildi. Bu trade sistemə görə deyildi. Bu trade FOMO idi. Fear of missing out, yəni qaçırma qorxusu. Səni bazara gətirən bu deyil, səni bazarda saxlayan da bu deyil. Amma səni batıran məhz budur. Peşəkar traderlar həmişə fərqli olur. O hər hərəkətə reaksiya vermir. O bilir ki, hər qalxan qrafik onun üçün fürsət deyil. O gözləyir, dəqiq entrini, təsdiqi, sistemin dediyini. Çünki o anlayır, pul hərəkətdə deyil, dəqiqlikdədir. Ən çətin an nədir bilirsən? Heç nə etməmək. Qrafik hərəkətdəykən kənarda qalmaq. Çünki beynin səni məcbur edir. Bir şey elə, amma təcrübə deyil. Doğru şey gələnə qədər sus. Bazarda hər gün yüzlərlə imkan var. Amma hamısı sənin deyil. Əgər hər şey tapa girsən, sonda heç birinə qalib gələ bilməyəcəksən. FOMO sənə deyir, gecikirsən, amma bazar deyir, səbr et. Ən yaxşı trade bəzən açmadığın tradedir. Ən böyük səhv isə qaçırma qorxusu ilə daxil olmaqdır. Əgər qalib olmaq istəyirsənsə, bir şey qəbul et. Sən hərəkəti qovmamalısan, sən fürsətə gözləməlisən. Çünki bu oyunda qalib gələnlər ən çox trade açanlar deyil, ən az səhv edənlərdir. Və əsla unutma, əsl güc daxil olmaqda deyil, daxil olmamaq gücündədir. Bəs belə bir sual yaranır. Biz FOMO-dan necə qurtulaq? Bundan necə çıxmaq olar? İlk olaraq bir şey qəbul elə ki, sosial media reallıq deyil. Orada hamı qalib kimi görünür. Hamı düzgün tradelərini paylaşır. Heç kim zərərlərini göstərmir. Sənsə başqalarının highlightlarını öz həyatının real vaxtı ilə müqayisə edirsən. Bu isə səni tələsdirir. Səni öz planından uzaqlaşdırır. Əgər hər gördüyün tradeə reaksiya versən, sən artıq trader deyilsən. Sən sadəcə bir izləyicisən. Ona görə də bəzən ən doğru addım sosial mediadan uzaqlaşmaqdır. Bir neçə saatlıq, bəzən bir neçə günlük. Ekranı bağla, səs-küyü kəs və yalnız öz sisteminə qulaq as.
Planın olmadan trade etmə. Əgər əvvəlcədən entry, stop loss, target müəyyən etməmisənsə, bu trade deyil, bu qumardır. Əgər əməliyyatı qaçırdınsa, burax. Bazar qaçmır. Yeni gün və yeni imkanlar deməkdir. Unutma, gecikmək səhv trade etməkdən daha yaxşıdır. Daha az trade etməyi öyrən, amma keyfiyyətli trade et. Çünki bu oyunda çoxluq yox, dəqiqlik qalib gəlir. Və ən əsası, səbirli olmağı öyrən. Çünki bazar səni yoxlayır. Sən emosiyanı idarə edə bilirsən, yoxsa emosiyalar səni idarə edə bilir. FOMO-nu heç vaxt sən tam yox edə bilməzsən. Amma sən onu idarə edə bilərsən. Sakit qal, planına sadiq qal, sosial medianın səsinə yox, öz sisteminə inan. Çünki sonunda qazananlar ən tez hərəkət edənlər deyil, ən soyuqqanlı qalanlardır. Bugünkü gündə mən öz şəxsi təcrübəmə dayanaraq onu deyə bilərəm ki, mən 100% şəkildə FOMO-dan, yəni Fear of Missing Out-dan tamamilə azad deyiləm və tamamilə azad olan bir insanı heç vaxt görməmişəm, tanımıram. Lakin onu idarə etmək bacarığına sahibəm. Hər trade eləyən zaman əməliyyata girməzdən əvvəl özümə sual verirəm. Sual verirəm ki, mən bu trade-ə niyə görə girirəm? Əgər trade mənim A+ setup qaydalarıma uyğun şəkildə irəliləyirsə, o zaman mən bu trade-ə əminliklə daxil oluram. Əgər mən orada bir və bir neçə əlavə səbəb görürəmsə, özümdən, beynimin mənə qurduğu oyunlardan yaranmış bir səbəb görürəmsə, mütləq o trade-dən vaz keçməliyəm. Yəni bu qayda mütləqdir. Mənim indiyə qədər nə qədər hesab yandırmışamsa, fon hesabları, əksəriyyəti FOMO üzündən olmuşdur. Çünki mənim özümdən asılı olmayaraq FOMO insanı çox qəribə bir şəkildə öz ağışına alır və çox qəribə bir şəkildə sənin əlindən, sənin emosiyalarını idarə etmə bacarığını, hər bir şeyi sənin əlindən alır. Bugünkü gündə bunun üçün etməli olduğunuzu, nə etməlisiniz, bundan hər birini dedim. Amma şəxsi təcrübəmə dayanaraq biraz əlavələr etmək istəyirəm. Bugünkü günümüzdə sosial mediada cütlüklər, nə qədər sosial media blogerləri və s. hər birisi həyatının ən sevincli günlərini paylaşırlar, ən yaxşı günlərini paylaşırlar. Amma heç kim həyatında baş verən pis hadisələri, yəni 99% qisim onları demir. Amma sən öz pis günlərini görürsən, açırsan telefonu, sosial mediada onların yaxşı gününü gördükdə başlayırsan öz həyatına narazı olmağa. Amma həyat heç vaxt belə olmayıb və heç vaxt da belə olmayacaq. Sadəcə olaraq sosial medianın yalanlarıdır bunlar. Yəni bu dəqiqə mənim telefonumda girib baxsaz, nə qədər cütlüklər, nə qədər blogerlər mənim blokumdadır. Yəni mən onları heç izləmirəm ki, mənə heç bir mənfi təsir olsun. Stoik olmağa çalışıram və bu fəlsəfəni özümdə daha çox inkar etdirməyə çalışıram. Sizə də ən gözəl məsləhətimdir. Stoik fəlsəfəsi. Bunun haqqında ətraflı video istəsəz çəkə bilərəm. Mən bu FOMO-dan müəyyən qədər özümü qurtarmışam və qurtarıldıqca həyatımın, günümün keyfiyyəti, tradelərimin keyfiyyəti getdikcə artıb. Sənə də lazım olan hər bir şeyi vermişəm. Əgər nəsə bir sualın olsa, ətraflı yenə bir məlumat öyrənmək istəsən, Telegram kanalıma gəlib, oradan necə lazımdırsa, istənilən suallarını verə bilərsən və şəxsi təcrübəmə dayanaraq istənilən şəkildə sənə cavab verəcəyim. Özünə yaxşı bax, hələlik FOMO-dan azad ol.